Salam dəyərli şagirdlər, hər birinizi salamlayıram. Mən Aysu İsrafilova. Sizinlə birlikdə ingilis dil dərslərini öyrənəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün Aysu Teach Instagram səhifəmizə yazıb oradan məlumat ala bilərsiniz. Öncəliklə bildirmək istəyirəm ki, dərsə keçməzdən əvvəl mən sizin üçün artıq materialı hazırlamışam. Materialımızı əldə etmək istəsəz, Aysu Teach Instagram səhifəmizə yazarsınız. Sizə bacardığımız qədər köməklik eləyərik. Qrammatika bölməmizin ilk mövzusu to be feilləridir. Biz to be-ni öyrənən zaman cümlədə birinci rolunu, nə kimi formada istifadə olunub işləndiyini öyrənməliyik. To be feilləri. To be olmaq feilidir. Yəni ingilis dilində olmaq mənası verən əsas, köməkçi, bağlayıcı və modal feili kimi işlənə bilir. To be-nin cümlədə əsas feil kimi to be mövcud olmaq, yerləşmək, köməkçi feil kimi to be continuous, yəni davam edici zaman formalarında və məhcul növdə, bağlayıcı feil kimi to be mürəkkəb ismi xəbərin təkində olur. Və dördüncü olaraq isə to be plus məstər əvvəlcədən planlaşdırılmış hərəkətləri bildirərək modallıq ifadə edir və bu zamanda malı məli kimi tərcümə olunur. Bu hissələr əgər sizə biraz qaranlıq qaldısa, gəlin öncəliklə biz to be-ni cümlədə yerini öyrənək, sual formasını, inkar formasını, qısaldılmış formalarını öyrənək, sonra öyrəndiklərimizi test üzərində məşq eləyib, gəlib yuxarıdakı bu hissələri daha yaxşı şəkildə araşdıraq. Am, is, are, to be-ni present simple, yəni indiki zaman formalarıdır. Cümlədə bəs necə işlənir? Gəlin bunu araşdıraq. Belə ki, to be feilinin indiki zaman formaları am, is, are bizim şəxs əvəzliklərinə görə yerləşdirilmə qaydası var. Şəxs əvəzlikləri hansılardır? I, you, he, she, it, we, you, they. You burada 2 dəfə təkrarlandığı üçün qeyd etməmişəm. Bunu da qeyd eləyə. Əlbəttə bunu da yenidən yaza bilərik. Bitdi burada. Problem yoxdur. Buradan qeyd eləyərik. I am. I şəxs əvəzliyi am to be forması ilə istifadə olunur. Yəni bu qaydadır. I am. I am a student. Mən şagirdəm. You are. Are ilə istifadə olunur. You are my friend. Sən mənim dostumsan. He, she, it. Üçüncü şəxsin təki olub, üçü də is ilə işlənir. He is a teacher və o kimi tərcümə olunur. He is a teacher. O müəllimdir. She is happy. O xoşbəxtdir. It is cold. Soyuqdur. And we, you, they. Onlar da cəm üçün, deməli cəm formalar olduğu üçün to be-nin cəm forması olan are ilə istifadə olunur. We are ready. Biz hazırıq. They are at home. Onlar evdədirlər. Deyəcəksiniz ki, yaxşı müəllim, we, you, they əgər cəm formadırsa, are cəm formadırsa, bəs yuxarıdakı you niyə are-la işlənir? Bu you-nun qaydasıdır. You hər zaman are ilə istifadə olunur. Sadəcə işləndiyi yerinə görə siz müəyyənləşdirəcəksiniz. Məsələn, you are my friend deyirsənsə, bu zaman belə tərcümə olunur. You sən kimi, sən mənim dostumsan. Bir də var, deyirsən ki, you are my friends. Bu zaman siz mənim dostlarımsınız kimi tərcümə olunur. Başa düşdünüz uşaqlar. İndi isim dərsində öyrənəcəyik ki, burada deməli cəm şəkilçisi artırılan zaman tərcümə necə olur? Cəm şəkilçisi olmayanda, məsələn, you are my friend, sən mənim dostumsan. You are my friends, siz mənim dostlarımsınız kimi tərcümə olunur. Bu zaman siz onları bir-birindən fərqləndirəcəksiniz. Sadəcə bilməyiniz gərəkir ki, you I-dan sonra gəlir, bir də we-dən sonra gəlir. Biz də bunu pronounlarda, yəni əvəzliklərdə öyrənəcəyik.
Gəlin aşağıdakı halları ilə davam edək. To be feili aşağıdakı hallarda işlənir. Necə? Şəxsi tanıtmaq üçün. Yəni I am Aysu, məsələn you are Lalə, mən Aysuyam, sən Laləsən. Peşə bildirmək üçün she is a teacher. O müəllimdir. Yaş bildirmək üçün you are 30 years old. Sənin 30 yaşın var. Keyfiyyət və vəziyyət bildirmək üçün he is tired. Cümlədə deməli, şəxs tanıtmaq üçün, peşə bildirmək üçün, yaş bildirmək üçün, keyfiyyət və vəziyyət bildirmək üçün, eyni zamanda yer bildirmək üçün istifadə olunur. They are at school. Onlar məktəbdədirlər. Bu to be-nin aşağıdakı hallarda işlədilir, yəni bu hallarda işlənmə formalarıdır. İndi gəlin üçüncü forması olan qısa formalarına baxaq. I am. I am'in qısa formasını düzəldən zaman am-in A hissəsi, yəni A olan hissə silinir və apostrof S-lə əvəz olunur. I-dan sonra birbaşa apostrof qoyulur və M yazılır. I am olur, I am'in qısa forması. Am deyirik bu zaman biz. Bunu speakingdə çox vaxt am kimi deyilir. You are bu zaman yenə ilk hərf. Əsasən qısa formatının yaradılması belə olur ki, ilk hərf, buradakı ilk saitlər düşür, apostrof S həmin bu əvəzliklərə əlavə edilir. I am, you are. Baxın, A getdi, apostrof gəldi, you are yazıldı. He, she, itdə də eyni formada olur. Gəlin digər əvəzliklərimizdə də baxaq. Bu niyə aşağıya düşüb? Bunu bir qaldıraq yuxarıya. Olmur. Problem yoxdur. Gəlin baxaq. We are. Baxın, burada da are-ın A-sı düşüb, apostrof gəlib və we are kimi yazılıb. They are. Burada da are A-sı düşüb və apostrof S-lə yazılıb. Baxın, bu deməli nə oldu? Bizim to be formalarımızın indiki zamanda olan to be formalarının qısaldılmış formaları oldu. Bəs inkar forması necə düzəlir? Yəni negativ form necə düzəlir? To be plus not. Baxın, biz həm to be plus not formasında tam formada öyrənəcəyik, həm də onun qısaldılmış formasını öyrənəcəyik. Necə ki, təsdiqdə onun qısaldılmış forması var, inkarın da qısaldılmış forması var. Yəni, birinci bunun tam forması I am not. Yəni, to be-dən sonra not əlavə olunur və inkar forma düzəlir. Bu qədər sadə, bəsit. Sadəcə düsturu bilməyiniz kifayət edir. I am not tired. Mən yorğun deyiləm. Məsələn, deyirsiniz, he is. Gəlin, bunu tam formada birinci yazaq. He is not at home. He is not at home. Baxın, bu tam formasıdır. He is not at home. Amma bunun qısaldılmış forması necə olur? Notun o'su silidir. Apostrof əlavə edilir. Bir dəqiqə, üzr istəyirəm. Bunun dilini dəyişim. Apostrof əlavə edilir. Və izə bitişik yazılır. He is not at home. Baxın, eyni formada aren't-ın inkar forması necə düzəlir? They are not student. Bunu gəlin tam formada yazaq. Apostrof silindi, o yazıldı. They are not. Bax, bu tam formasıdır. İnkar forması necə düzəlib? Not ara birləşib və o silinib. Apostrof S əlavə edilib. Üzr istəyirəm, apostrof əlavə edilib. Baxın, bu da oldu inkarın qısaldılmış forması. Baxın, burada qeyd eləmişik. I am not. I am not. Qeyd. I am not'un qısa forması yoxdur. Yəni, I am not'un inkar formanın qısaldılmış short form yoxdur. I am not yalnız və yalnız am not kimi yazılır.
gəlin sual cümləsi, yəni sual formasını bunun araşdıraq. Öncəliklə təsdiqdə necə olur? Birinci gəlin təsdiq formada yazaq. To be deməli bizim əvəzliyimiz və yaxud da hər hansısa bir ad ola bilər əvəzliyin yerində. Fərqi yoxdur. Əşya ola bilər, əşyanın adı ola bilər. Birinci olur I am late, amma onun neyini yirik? Gəlin buradan yazın. I am late. Baxın, bu təsdiqdə olan formasıdır. Bunun sual formasını düzəldən zaman am forma qabağa keçir. To be plus mübtəda. Baxın, düstur budur. To be plus mübtəda. Am I late? Bax, burada qeyd eləmişəm. Mən gecikmişəm. Məsəl üçün, yazaq. She is your sister. Baxın, bu təsdiqdədir. Cümlədir. Təsdiqdə cümlədir. She is your sister. O sənin bacındır. Bunun sualı necə olacaq? To be plus mübtəda yazdığımıza görə to be nədir? Is. Deməli, is qabağa keçir. She ondan sonra gəlir. Is she your sister? O sənin bacındır. Baxın, bu qayda təkrarlanır hər üç formada. They are friends. Onlar dostdurlar. Gəlin bunun sualını düzəldək. Necə olur? Are they? Baxın, to be nə oldu? Qabağa keçdi, sonra mübtəda gəldi. Are they friends? Onlar dostdurlar. Məsələn, gəlin bunu başqa bir cümlədə qeyd edək. Ralph is a good boy. Rauf yaxşı oğlandır. Bunun necə olacaq sual forması? To be plus mübtəda. Gəlin müəyyənləşdirək. Mübtəda burada kimdir? Rauf. Bəs to be hardadır? Burada. Is. Rauf üçüncü şəxsin təkidir. Raufu nə ilə əvəz edirik biz? He ilə. He is a good boy. Yes, uşaqlar. Good boy. Diqqətiniz burada olsun. Fikrinizi yayındırmayın. Qırağa bucağa baxmayın. Diqqətiniz burada olsun. He is a good boy. Deməli, Rauf oğlan olduğu üçün onu nə əvəz elədi? He. He is a good boy. Biz nə demişdik? Is əvvələ keçir. Rauf burada mübtədadır. Is əvvələ keçəcək və nə olacaq? Is Rauf a good boy. Rauf yaxşı oğlandır. Sual. Başa düşdük uşaqlar. Əsas deməli cümlənin qurulma, sualın qurulma məğzini başa düşdüksə, əla. Yəni belə. Gəlin bir dənə də cəmdə yazaq. The books are on the table. Nə dedik burada? Tərcümə eləyək. Kitab, the books. Kitablar stolun üstündədirlər. Bunun the books-u mən nə ilə əvəz edə bilərəm? Kitablar. Məsəl üçün, they, onlar. They are on the table. Onlar stolun üstündədirlər. Onlar deyinə nə nəzərdə tutdum? The books-u nəzərdə tutdum. Ona görə they are on the table sual cümləsini necə düzəldirdim? Are they on the table? Eyni şəkildə the books burada mübtəda olduğu üçün bu are gəldi qabağa. Nə olur onda? Are the books on the table?
kitablar stolun üstündədirlər. Bax, bu şəkildə cümlənin sual forması yaradılır. To be'nin sual forması yaradılır. Yaxşı, bəs mən belə bir sual verdim. Buna necə cavab versin şagird? Qısa şəkildə. Yes, no. Deməli, bizim qısa short answers, yəni qısa cavablarımız yes və no ilə düzəldilir uşaqlar. Yes və no vasitəsilə düzəldilir. Am I late? Gecikmişəm? Yes, I am. Yes, vergül, I olduğu kimi qalır və am yanında yazılır. Yes, I am. Yəni, mübtəda plus to be. Yəni, yes. Gəlin burada belə bir düstur yazaq. Yes, vergül, mübtəda, dilimizi dəyişək. Yes, mübtəda, plus to be. Baxın, bu da bizim nəyimiz olsun? Qısa cavablar düsturumuz olsun. Yes, mübtəda to be. Məsələn, is he your friend? O sənin dostundur. Burada mübtəda nədir? He. To be hardadır? Is. Cavab yes, he, mübtəda is. Are they teachers? Onlar müəllimdirlər. Burada mübtəda nədir? They. Mübtəda yes, they are. Bu qədər sadə. No'nun da eyni formadadır qaydası. No, vergül, mübtəda, plus to be. Şagirdlər diqqətli oluruq, fikrimizi yayındırmırıq. Mübtəda. Üzr istəyirəm. No, mübtəda plus to be plus not. Niyə görə? Çünki uşaqlar, biz burada axı inkardan danışırıq. Buna görə də to be'nin yanında not da olmalıdır. No, I am not. Məsələn, deyirsən, am I late? No, I am not. Mən, məsəl üçün, ola bilsin ki, öz-özünə sual verirsən ki, mən gecikmişəm. Yox, gecikməmişəm. Məsələn, no, I am not. Bunu belə də yaza bilərsiniz, dəyərli şagirdlərim. Baxın, və yaxud da I am belə bir burada bizim və yaxud da I am not kimi də yaza bilərsiniz. Baxın, burada qısaldılmış forma I ilə am arasında baş verib. M ilə not arasında baş verməyib. Burada xırda bu deməli qeydlərinizi götürün. I am not və yaxud da am not kimi yaza bilərsiniz. Gəlin digər formalara da baxaq. Burada no, he isn't. Yuxarıda nə sual vermişdik? Sualımıza baxaq. Is he your friend? O sənin dostundur. No, he isn't. Xeyr, deyil anlamına gəlir. Və yaxud da deyirəm ki, qısaldılmamış forma is not. No, he is not. İngilis dilində əsasən məsələn yumşaq cümlələrdir. No, he isn't. Məsələn belə daha yumşaq çıxır. Amma bir şeyi daha çox belə vurğulamaq istəyirsinizsə, no, he is not. Not vurğulanır və bu zaman daha vurğulanmış şəkildə ifadə etmiş olursunuz. Öz düşüncələrinizi, öz ifadələrinizi. Baxın, eyni şəkildə no, they aren't. Deməli, düstur nə oldu? Mübtəda no, mübtəda they. Burada nəymiş? Are they teachers? Burada mübtəda nədir? They. They yazdım. To be. Are, not, not. Bu da bizim oldu. Nə? Qısa cavablarımız. Əziz şagirdlər, biz to be haqqında, to be'nin cümlədəki yeri haqqında artıq öyrəndik. Gəlin, öyrəndiklərimizi test üzərində
biraz da məşq eləyək. Bu testləri indi oturursunuz. Mən burada sizi gözləyirəm. Yəni əlbəttə ki, siz mən burada gözlədiyimi bilməyəcəksiniz. Deməli, videonu pauz eləyirsiniz, bu testi işləyirsiniz, öyrəndiklərinizi yoxlayırsınız. Ondan sonra cavabları sizinlə birlikdə araşdırırıq. Deməli, dəyərli şagirdlər, işlədiksə, gəlin suallarımızı cavablandıraq. Mən buradan çalışacağım ki, sualları cavablandırım, yazım. Siz də yoxlayın. Gəlin elə burada ikincidən başlayaq. Burada nə deyir? Write the short form. Qısa formaları yazın. Yuxarıda öyrənmişik. Qısa forma necə olur? She is, is-i deməli düşür. Apostrof plus bizim nəyimiz? To be formamızın digər hərfləri. Deməli, ilk saytimiz düşür. Digər hərflər yazılır. They are-ın necə olacaq? Apostrof qısa forması they. Apostrof r-e. Məsəl üçün, üçüncü formamız necə olacaq? Is not, it. Qısa formasını yazırıq, uşaqlar. Isn't, isn't. Necə oldu? Deməli, is. Deməli, not is-ə birləşdi. Notun o-su düşür. O, apostrofla əvəz olunur. Məsəl üçün, burada that is, this is, deməli, qaydasını da istəyirsə yuxarıda vurğulayın. Bu da çox bəsit qaydadır. That is. Onlara əslində article da vermək istəyirdim, amma olsun. Burada qeyd edək, sizin üçün qaranlıq qalmasın. That, this, these, those. That nədir? O. İşarə əvəzlikləridir. Uşaqlar bunlar. These, bu. Those, onlar. Qeyd eləmək istəyirsinizsə, mənimlə birlikdə qeyd eləyə bilərsiniz. These, bunlar. Deməli, uşaqlar, that, o, this, bu, those, onlar, these, bunlar. That, onun tək formasıdır, those, onlar, cəm formadır. Ona görə də that və this tək formalar gördüyünüz kimi olduğu üçün onlar nə ilə istifadə olunacaqlar? Is-lə və yalnız is-lə istifadə olunurlar. Those, these, bunlar cəm formalar olduğu üçün isə are ilə istifadə olunacaqlar. Və qayda eynidir. Yəni ki, zətdən və zisdən sonra is gəlir və yaxud da is not gəlir və yaxud da isn't. Eyni qaydadır. Məsəl üçün, that, this plus is not, isn't. Ancaq burada məsəl üçün zətdən sonra, bəli, burada da eyni şəkildə qeyd eləyə bilərik. Belə ki, məsəl üçün, zətin izə birləşmiş formasını yaza bilərsiniz. Məsələn, that, that's. Baxın, bu da zətin, deməli, izin zətə birləşmiş və qısaldılmış formasıdır. Məsələn, qıraqdan yazaq, this. This is,
Bu da this-in izlə birləşmiş və qısaldılmış formasıdır. Gəlin indi bunların cəm formalarını da qeyd eləyək. Are necə olacaq? Are. Bu tez-tez hərfləri Azərbaycan və ingilis dilinə çevirirəm deyəm. Fikrimi yayındırır. Are not və eyni zamanda aren't. Bəli. Are not, aren't. Bunların da qısaldılmış formaları varmı? Bəli. Does, məsələn, are və yaxud da deyə bilərsən these are. Anladıq uşaqlar? Baxın belə, yəni ki, yuxarıdakılarla eyni qaydada istifadə olunur. Deməli, 4-cü sualımızın cavabı nə olacaq? That's. Baxın bu. That's. I am not. Deməli, I am not'un qısaldılmış forması nədir? Am not'un qısaldılmış forması yoxdur. Ancaq siz belə yaza bilərsiniz. Am not. Bax, bu da qısaldılmış forması kimi qeyd eləmək olar. Amma am not'un nə dedik? Qısaldılmış forması yoxdur. They are. Necə olacaq? They apostrof are. That's zaten dedik. You are not. Qısaldılmış forması necə olacaq? You aren't. Aren't. Üzr istəyirəm. Bəli. Bu da bizim 6-cımızın cavabı. You aren't. Qısaldılmış formadır. Write am is or are. The weather is nice today. The weather nədir? It. Yəni the weather-ı nəyinə əvəz eləyirik? It-lə. It is nice today. Yəni it is nice today əlbəttə ki demirik. Yəni the weather cansız olduğu üçün, hava cansız olduğu üçün o izlə istifadə olunur. Yəni üçüncü şəxsin təkidir. Onu demək istəyirəm. İkincidə nə deyir? I. I nə ilə istifadə olunur? Am-lə. I am not rich. This bag. Bu çanta. Baxın təkdədir. Deməli nə olur? Is heavy. These bags. Cəmdir. Bax, these cəm forma. Bu çantalar. Cəmdə olduğu üçün nə olur? Are heavy. Look. There are Helen. There ümumiyyətlə. There is Helen. Burada izin olmasının səbəbi Helendir. Helen niyə? Çünki təkdədir və nədir? Ad bildirir. Buna görə də iz ilə istifadə olunur. Helen burada qızdır və eyni zamanda she-ni bizə sanki göstərir. She ilə istifadə olunur izlə. Buna görə də Z-dən sonra iz gəlir. My brother and I am good tennis players. Uşaqlar, bu artıq ismin qaydasıdır. My brother and I yəni my brother and I artıq bu mənim qardaşım və mən. Burada artıq 2 nəfər olduğu üçün cəm bildirir. Yəni biz. Are. Ona görə də I-dan sonra am yox, are istifadə edirik. My brother and I are good tennis players. Yəni bunu məsəl üçün əvəz eləyək. We are good tennis players. Ona görə də I-dan sonra burada am yox, are olur. Çünki burada 2 nəfər iştirak edir. Emily is at home. Emily təkdədir. She is at home. Buna görə də is-dən istifadə olunur. Her children. Children nədir? Cəmdədir. Onun uşaqları. Cəm nəyinə istifadə olunur? Are-la. At school. I am a taxi driver. Mən taksi sürücüsüyəm. I-dan sonra am gəldi. My sister is a nurse. Mənim bacım tibb bacısıdır. İzlə istifadə olundu. Və bu tipdə digər suallarda həll edirsiniz. Mən sizə digər suallarda göstərirəm. Onu da işləyib öz biliklərinizi yoxlaya bilərsiniz. Cavablarını əldə etmək istəsəz, əlbəttə ki, Instagram səhifəmizdən bizimlə əlaqə saxlaya bilərsiniz. Əziz şagirdlər,
İndilik to be haqqında bu qədər bilməyiniz kifayətdir. To be feillərinin burada işlənmə qaydalarını öyrənə bilmək üçün biz gərək to be continuous zaman formalarını, bağlayıcı feil kimi işlənməsi üçün öncəliklə bu anlayışı öyrənməliyik. Mürəkkəb ismi xəbər anlayışı kimi məsdər, ingilis dilində məsdər anlayışını bilməliyik. Sonra isə to be feilini daha yaxşı şəkildə başa düşə bilərik. Ona görə də indilik to be-nin indiki zaman formalarını cümlədə deməli yerini bilməyiniz kifayətdir. Deməli biz bu gün nə öyrəndik? To be-nin işlənmə formalarını, qısa formalarını, inkar formasını, sual formasını, sualının qısaldılmış formasını, qısa cavabları və eyni zamanda that, this, these, those onların da am is are-la işlənmə formasını öyrəndik və eyni zamanda test üzərində öz biliklərimizi yoxladıq. Əgər dərsimizdən məmnun qaldınızsa, bunu kommentlərimizdə bildirərək bizə deməyinizdən çox xoşbəxt olaram. Mən də bilərəm ki, şagirdlər üçün bir faydam toxundu, dəydi. Dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, sizin üçün bu dərsimizin bir faydası olacaq.